yaşlı insanlar niyə kövrək olur? Yaşar olanda müdürküləşir, başa düşür ki, ömrü Allah istəyən kimi keçirmir. Peşman olur ki, kaş ilə cavanlarından bərədə Allah istəyən kimi yaşayır. Kaş, biraz tez və ya bu cavanlarından bu yolda olursa, yenə yaşlananda dərk edir ki, mən yetəri qədər onu edəməmişəm, lazımı qədər onu edəməmişəm. Demək, Allah da bu ayət-i şərifədə istəyir, bizə onu söyləyək ki, mənim məndən bir günü yaşlanacaqsan, bir günü qocalacaqsan. Yaşlıya, qocalı insana hörmət bizim dinimizin əmri, milli mənəvi dəyərlərimizin isə bir parçasıdır, bir hissəsidir. Ona görə çalışın yaşlı insanlara səbirlə, dözümlə rəftar edin. O zaman siz mükafatlanacaqsınız. O zaman siz inanın Allah yanında və Allahın yaratdığı bəndələri yanında əziz və hörmətli olacaqsınız.